Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Siz həmişə kimi Real Söhbət proqramının növbəti buraxılışına baxırsınız. Bugün biz Azərbaycan-Ermənistan prezidentləri arasında son görüşdən və Qarabağla bağlı danışıqlardan söhbət açacağıq. Həmişə kimi studiyamızın qonaqları var. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Real Hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli. Xoş gəlmisiniz, sədriniz. Xoş gəlmisiniz, Son görüş keçdi və bunun ətrafında yenə həmişə kimi müxtəlif müzakirələr oldu. Keçən ilki görüşdə də Xarici İşlər Nazirliyinin Kiyevdəki görüşündə, sonra da cənab Orlik, yəqin ki izləyirdiniz, Twitter səhifəsində belə bir şey yazmış ki, çox daha tarixi bir görüş oldu, çox mühüm nəticələr əldə olundu, amma onun heç bir nəticəsi sonra məlum olmadı. İndi də cənab Orlikin belə bir yəni uyğun, təxminən yaxın bir açıqlaması oldu. Amma təbii ki, yenə də ictimaiyyətə elə bir ciddi nüanslar açıqlanmadı. Qarabağla bağlı görüşlərdən, xüsusən prezidentlərin görüşlərindən nə gözləyirsiniz və əsas da bu son görüşlə bağlı birinci fikirlərinizi almaq mənim üçün çox maraqlı olar. Buyurun, birinci siz başlayın. Sağ olun. Çox təəssüf ki, Qarabağla bağlı Azərbaycan və Ermənistan dövlət başçılarının arasında keçirilən görüşlər o qədər adiləşib, o qədər nəticəsizliyinə auditoriyanı öyrəşdirib ki, indi demək olar ki, nəinki biz heç geniş ictimaiyyət də bu görüşdən bir şey gözləmir. Çünki onlarla dəfə belə nəticəsiz görüşlər keçirilir. Bu dəfəki görüşün mənası yalnız ondan ibarət idi ki, Fransanın simasında Avropa Birliyi jest eləyirdi ki, bu münaqişənin nizama salınması Rusiyanın monopoliyasından çıxsın. Biz də varıq. Biz də bu məsələni nəzarətdə saxlayırıq və bu məsələ yalnız Rusiyanın istədiyi kimi onun şərtləri ilə həll oluna bilməz mesajı idi. Və Azərbaycanın və Ermənistanın dövlət başçıları da bunu qəbul edilər. Fransanın vasitəsilə ilə növbəti belə bir görüş keçirildi. Amma əvvəlcədən də məlum idi ki, bu görüşlərdə hansısa real nəticə ola bilməz. Bilirsiniz, görüşlər özü yetişməmiş, həllinə yaxınlaşmamış münaqişəni yalnız diplomatik görüşlər həll edə bilməz. O, münaqişə özü son mərhələsinə daxil olmalıdır, məntiqi həllinə yaxın olmalıdır ki, onu dövlət başçıları da müəyyən bir nəticə əldə eləsinlər. Hansı halda ola bilər belə bir razılığın əldə olunması, münaqişənin həll olunması? Ya tərəflərdən biri məğlub olmalıdır, məğlubiyyətini qəbul etməlidir, ya da konsensus axtarılmalıdır, qarşılıqlı kompromis axtarılmalıdır ki, hər iki tərəfin müəyyən güzəştləri ilə. Və bunun da olması üçün o kompromisin beynəlxalq vasitəçilərin də həmrəyliyi olmalıdır. İndi baxaq görək Azərbaycanla Ermənistan arasındakı münaqişədə bu varmı? Yoxdur. Tərəflərin heç biri özünü tam məğlub saymır. Ermənistan ərazilərə nəzarət edir, ona görə də iqtisadi vəziyyəti nə qədər pis olsa da, dövlət müstəqilliyini, hətta Qarabağı işğal etmək bahasına itirsə də, yenə özünü məğlub saymır. Hətta demək olar ki, qalib sayır. Bəli, özünü müəyyən mənada hərbi cəhətdən qalib sayır. Azərbaycan da özünü məğlub saymır. Niyə görə? Torpaqları itirib. Amma birincisi, özümüzə təsəlli veririk ki, bunu Ermənistan öz hünəri ilə bizdən almayıb, Rusiyanın köməkliyi ilə bu torpaqlar işğal olunub. İkincisi də açığı, ötən illərin ərzində Azərbaycan hər halda bütün ölkədəki iri miqyaslı korrupsiyaya baxmayaraq iqtisadi cəhətdən çox güclənib. Və indi o, belə deyək ki, ayrılmış pulların müəyyən bir hissəsi orduya da xərclənib. Ona görə bizdə indi daxili bir əminlik var ki, hər halda bugün Azərbaycan daha güclü tərəfdir. İqtisadi cəhətdən, insan resursuna görə və ona görə biz də məğlubiyyəti yaxın buraxmırıq. Deməli, tərəflərdən birinin məğlub olması mümkün deyil burada. Hələlik o mərhələ deyil. Heç bir tərəf digər tərəfə o zərbəni vura bilməyib ki, o ağ bayraq qaldırsın. Qalır burada kompromis variant. Kompromis variant o halda ola bilərdi ki, region bütövlükdə inteqrasiya olunsun Avropa Birliyinə, Rusiya ya zəifləsin, prosesə təsiri minimuma ensin, yaxud da Avropa Birliyi və Qərblə müəyyən bir uzlaşma şəraitində olsun ki, işi pozmasın. O da yoxdur. Nə region Avropa Birliyinə inteqrasiya olunmur,
nə Rusiya o qədər hələ zəifləməyib ki, prosesi nəzarətindən buraxsın, deməli qarşılıqlı kompromisdən də söhbət gedə bilməz burada. Ona görə də açığı bu kimin nə deməyindən asılı olmayaraq, bu hər gündə bir rayon alan saytların yaratdığı o ajiyotaj, şok gəlişmə və s. başlıqlara baxmayaraq, mən heç əvvəlcədən də heç bir nəticə gözləmirdim. Tamamilə gözlənilən idi ki, bunların indi yığışıb, toplaşıblar, cəmiyyətə təqdim elədikləri nəticə nədir? 2015-ci ilin sentyabrında bir də görüşəcəklər. Bu nə deməkdir? Bu o deməkdir ki, heç bir nəticə yoxdur. Bəlkə də demək istəyirlər ki, sadəcə cəhd var. Yəni, görüntünü ona görə yaradılar ki, sadəcə cəhd var münaqişələrin həlli üçün. Yəni, təbii, prosesi saxlamaq lazımdır. Ona görə əsas qayğı odur və onu da deyim ki, aparıcı qüvvələr əsas kompromis onların arasında olmalıdır. O da olmadığı üçün, yəni daha qlobal bir mənzərədə baxdıqda Amerika, Avropa Birliyi, daha doğrusu Fransa tək başına, çünki təkliflər vardı ki, Avropa Birliyi özü Fransanın timsalında iştirak eləsin, amma o format alınmadı. Yəni, Fransa özü həmsədrdir, ölkə olaraq. Düzdür, indi Avropa Birliyinin içində yəqin ki, məsləhətləşmələri var, amma bu kənara çıxmır. Amma əsas Amerika ilə Rusiyadır, şübhəsiz ki, daha geniş bir dirəşmə var onların arasında. Qarabağ çox kiçik bir mövzudur. Və nə qədər ki, əsas ziddiyyətlər həll olunmuyor, burada hər kəs status quo-nu saxlamaqda maraqlıdır. Yəni, biz, bəlkə ola bilsin, biraz populyar fikir olmayacaq, amma məsələyə bu tərəfdən baxmağa dəvət edirəm tamaşaçılarımızı. Münaqişənin həlli nə qədər qəribə görülsə də, kimin xeyrindən asılı olmayaraq, bölgədə vəziyyəti kəskin dəyişəcək. Və bu, heç şübhəsiz, həmsədrləri ilk narahat edən budur. Yəni, biz hərdən özümüzü aşırı bədbin proqnozlarla yoruruq ki, hansısa ermənipərəst qüvvələr var, bu münaqişəni həll etmək istəmir filan. Mən deyə eləmirəm ki, bu heç tamamilə yanlış bir mövzudur. Var, lobby var, bilirik bizim, amma geopolitik olaraq böyük dövlətlərin gözündən baxanda, nə qədər ki, status quo-ndə hər halda 20 il var, bəlli bir sabitlik var bölgədə və bu, başqa layihələrin həyata keçirilməsində əngəl törətmir. Münaqişənin həlli onların gözündən baxanda. 100 minlərlə insan geri qayıdacaq, orada yenidən faktiki olaraq o bölgələrdə biz yoxuq da dövlətimiz olaraq. Orada dövlət qurmaq lazım olacaq, orada ordu yerləşdirməyə təhlükəsizlik qaydaları, sərhəd falan, İranın mənafələri, İran özü nə qədər faydalanır nəzarətsiz 100 kilometrlərlə, nəzarətsiz sərhədlərimizdən. Yəni, çox oyuncu, qlobal bölgə oyuncular var ki, status quo-dan faydalanır. Bəli, əziyyət çəkən bizik, amma ümidimiz onlaradırsa, biz anlamalıyıq ki, onlar bu vəziyyətdən faydalanırlar. Onların bu münaqişəni həll etmək iradəsi o zaman kəskinləşəcək və güclənəcək ki, artıq status quo onları qane etməyəcək. Bu, ilk növbədə Əli bəy dediyi kimi, yəqin ki, çox güman ki, Rusiyanın zəifləməsi ilə əlaqədə olacaq ki, Qərb artıq bura daha cəsarətlə girməyə özündə qüvvə tapacaq və Rusiyanın burada oyunu pozacağından çəkinməyəcək. İranla yaxınlaşma baş verəcək və İranla iqtisadi inkişaf əlaqələr nəticəsində artıq İranın da bura müdaxiləsindən Qərb sığortalana biləcək. Türkiyənin nə qədər qardaş ölkədir, amma Türkiyənin də bölgə mənafələri çox maraqlıdır. Biz burada bunu hazır həqiqət kimi qəbul edib Türkiyənin hər nə edəcəksə bizim xeyrimizə olacağını ümidlənməyək. Çünki Türkiyənin, Rusiyanın öz oyunu var və o oyunun içində bizi qane etməyən gedişlər var və onların arasındakı anlaşma bizim mənafələrimizə toxuna bilər. Eləcə də Türkiyə ilə İran arasında. Ona görə əgər söhbət indi hələlik həmsədrlərdən başladıqda ilk sual olaraq mən bunu belə görürəm, ona görə bu dərəcədə uzanır və əlbəttə ki, bölgənin içindən baxsaq, Azərbaycanla Ermənistan arasında vəziyyət budur ki, Ermənistan tamamilə Rusiyanın altındadır, əlinin içindədir və Ermənistan Rusiyanın təbii ki, güc nisbəti müqayisə olunmazdır, amma hər halda rəsmi kağızda və bunun hekayəsi də budur ki, Ermənistanın hərbi müttəfiqidir, Rusiyanın orada hərbi bazası var və hətta Şoyqunun müdafiə nazirinin son açıqlamalara görə onlar o bazanı daha da gücləndirəcəklər. Təbii ki, oradakı Rusiyanın bazası bizim milli mənafələrimizə ziddir. Ermənistan hətta
son Tedros Petrosyan'ın son açıklamalarında da gördünüz. Onlar dedilər ki, Avrasiya Birliyinə girmək faciə deyil. Hələ bəlkə biz Avropa Birliyinə girsək daha çox müstəqilimizi itirərik. Yəni hətta Ermənistan müxalifəti də Rusiyaya mesaj verir ki, narahat olmayın, biz hakimiyyəti dəyişsək də sizinləyik. Çünki ermənilərin özlərinin təhlükəsizlik zəmanətini Rusiyada görürlər. Bu da açıq-aşkar bizim qarşımızda ən böyük əngəldir. Bizim xarici siyasətdə etdiyimiz yanlışlıqları mən onda görürəm ki, biz Rusiyanın buradakı hərbi gücünü tarazlaşdıracaq bir ittifaqa girməmişik bu günə qədər. Biz əvəzində girmişik qoşulmayanların hərəkətinə. Yəni, mən anlayıram, hər gediş əlavə risklər yaradır. Burada indi özümüzü iqtidarın yerinə qoysaq da, yəni vəziyyət budur. Amma bununla belə mən hesab edirəm ki, biz bir xeyli fürsəti ölkə olaraq qaçırmışıq və qoşulmayanlar hərəkətinə girməyimiz də böyük bir strateji yanlışlıq. Sizin hər ikinizin mövzu ilə bağlı fikirlərinizdən belə aydın olur ki, bu hələ proses bir müddət davam edəcək. Həm Əli bəy dediyi kimi o Dağlıq Qarabağ münaqişəsinə, o prosesin həll olunmasına, o yetişmə dövrünə, o son mərhələyə çatmaq üçün, həm sizin dediyiniz kimi, yəni ətraf regionların və yaxud da Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəflər üçün bu status quo-nun dəyişməsi ilə bağlı bu proses uzanacaq. Amma bunu analiz edən insanlar da məhz bu prosesin davamının gələcəyini bildiyi üçün ölkədə ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən öncəyə insan haqları və demokratiya problemini qoyurlar. Tam əksi. O insanlar ki, bunu bilirlər ki, bu uzun müddət çəkəcək və bu müddətdə biz daha başqa sahələrdə Azərbaycanda irəliləyiş eləməliyik. Çünki Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti məlumdur. Amma tam əksinə olaraq hökumət, hakimiyyət mitinglər olan kimi, yəni etiraz biraz səsi yüksələn kimi deyirlər bizim münaqişəmiz var, siz bunu düşünmürsünüz, bizi pis vəziyyətdə qoyursunuz və ya tam başqa kontekstdən deyim, gedirik Avropada, biz Azərbaycandakı insan haqları məsələsini qabardanda orada deyirlər ki, niyə 1 milyon qaçqından danışmırsınız? Yəni belə kənardan müşahidəçi kimi baxanda belə görünür ki, bu münaqişə hakimiyyətin özünə sərf edir. Belə demək olarmı? Münaqişənin varlığından maksimum istifadə edirlər, belə deyək. Bilirsiniz, həqiqətən də bu saat bizim ictimai fikir ona yönəlməlidir ki, biz necə eləyək, bizdən asılı olan faktorları öz xeyrimizə necə dəyişə bilərik? Çünki indi Erkin bəyin də dediyi kimi çoxlu bizdən kənar faktorlar var. Onların hamısına biz təsir eləyə bilmərik. Amma çoxlu faktorlar bizim özümüzdən asılıdır. Biz bax onun üzərində işləməliyik. Yəni münaqişə hələ son fazasına daxil olmayıb, hələ tərəflər müəyyən bir yekun qərar üçün yetişməyib deyəndə mən demirəm ki, oturub gözləmək lazımdır. Hər gün çalışmaq lazımdır. Necə çalışmaq lazımdır? Birincisi, Azərbaycanda normal dövlət qurmaq lazımdır. Normal, vətəndaş cəmiyyəti olan, hakimiyyət bölgüsü olan, vətəndaşın səsi eşidilən, dünyada nüfuzu olan dövlət qurmaq lazımdır. Bu, nə zamansa problemin həllində dünya birliyinin kimə çox baskı etməsində mühüm faktor olacaq. Sonda müəyyən bir kompromis əldə olunacaq. Amma o kompromis kimin bahasına əldə olunacaq? Bilirsiniz, kim daha qeyri-demokratik olsa, kim dünyada daha əzazil obrazda olsa, ona baskı çox olacaq. Onu haqsız biləcəklər. Bəri başdan, ciddi araşdırma olmadan, sadəcə onun dünyadakı imicinə görə o tərəfin düşünəcəklər ki, yəqin ki, bunu dediyinin hamısı yalandır. Hətta onun Qarabağla bağlı dediyi doğru olsa belə. Bax, bunu biz ölkə olaraq, dövlət olaraq nəzərə almalıyıq. İkincisi, kimə daha çox təzyiq eləyəcəklər beynəlxalq birlik? O dövlətdə ki, orada bir nəfərin iradəsi ilə bu məsələ həll oluna bilər. Məsələn, Ermənistan çoxdan artıq bu işi qurub. Onlar məqsədli şəkildə bütün dünyaya göstərirlər ki, Ermənistanda hətta mövcud prezidentlər hansısa bir xalqın istəmədiyi bir qərara getsə, orada bir mexanizm var ki, onu dəyişsinlər. Ona görə də deməli nə edirlər? Bütün bu kənar oyuncular hamısı düşünür ki, Ermənistanı çox sıxmaq olmaz. Çünki orada həmişə bir güclü bir etiraz var və prezidentləri devirə biləcək bir mexanizm var. Azərbaycanın dövlət başçısı ondan fəxr edir ki, o istədiyini eləyər bu ölkədə. Amma onun fərqində deyil ki, bununla Azərbaycanın milli maraqlarını, xüsusilə Qarabağla bağlı böyük zərbə altına qoyur. Çünki ona təzyiq eləmək imkanları, əlbəttə ki, bir nəfərə təzyiq eləmək imkanları
istəyərlərsə əgər, bütöv bir xalqa təzyiq eləmə imkanından qat-qat çoxdur. Xüsusən də əgər elə bir dövlət başçısından söhbət gedirsə ki, onunla bağlı dünyanın əlində olduqca böyük kompromatlar var. İqtisadi mövzuda, sair mövzularda. O zaman bu milli təhlükəsizlik məsələsidir ki, ölkə vətəndaşlarına minimum heç olmasa imkanlar olmalıdır ki, hətta Qarabağla bağlı o beynəlxalq səylər birdən bizim iradəmizə zid yönəlsə, Azərbaycan xalqı o həddə susturulmamalıdır ki, heç olmasa qalxıb torpağını müdafiə edə bilsin. Bilirsiniz, indi Azərbaycan cəmiyyəti o həddə qədər susturulur ki, hətta nəinki insanlar kütləvi şəkildə həbs olunmağına, hətta mən sizə deyim ki, heç Qarabağla bağlı müəyyən bir apatiya yaranıb insanlarda. Mən dəqiqləşdirməyim bir dənə. Demək istəyirsiniz ki, hazırda Azərbaycanda insan haqlarının və demokratiyanın ağır vəziyyətini yaratmaqla Azərbaycan prezidenti və hakimiyyəti birbaşa olmasa da dolayısıyla yolla Dağlıq Qarabağ münaqişəsinin həllinə zərbə vurulur. Lap elə birbaşa. Birbaşa zərbədir, bəli. Bu günləri ölkədə vətəndaş cəmiyyətini susturmaq, xalqı susturmaq, onların etiraz eləmək imkanları əlindən almaq, bütün hakimiyyət bölgüsünü aradan qaldırmaq, bütün hər şeyi bir nəfərin iradəsinə tabi etdirmək Azərbaycanı bu münaqişənin zəif tərəfinə çevirir. Zahirən güc başqa şeydir, həqiqi güc tamam başqa bir şeydir. Həqiqi güc o zaman o tərəfdə olur ki, orada milli həmrəylik olsun. Həqiqi güc o tərəfdə olur ki, orada həmin o 9 milyon, 10 milyon nə qədər insan varsa, onların hamısı şəxsiyyət olsun, azad insanlar olsun. Onlar özləri prosesin iştirakçısı olsunlar. Amma bu insanların böyük bir hissəsi kölə halına salınıbsa, onların müstəqil düşünmək və qərar vermək imkanları əlindən alınıbsa, bu həqiqi güc deyil, o insanların sayı ilə övünmək lazım deyil. O cümlədən o iqtisadiyyat, o var dövlət, o neft pulları, o milyardlar, əgər həqiqi, real iqtisadiyyatın davamlı, o cümlədən münaqişə şəraitində işləyə bilən iqtisadiyyatın formalaşmasına sərf olunmursa, o da illüzyon gücdür. O da iqtisadi güclə də fərəhlənmək lazım deyil. Deməyim odur ki, Azərbaycanın əlində yaxşı fürsətlər var. O fürsətlərdən istifadə eləməlidir. Xüsusilə bir məqamda vurğulamaq istəyirəm. Ukraynada baş vermiş hadisə, Krımla bağlı baş vermiş hadisə, əslində beynəlxalq aləmdə Azərbaycan üçün yeni şanslar yaradırdı. Çünki ola bilsin ki, Qarabağı Rusiya Ermənistanın əli ilə işğal edəndə dünyanın diqqəti daha çox Avropa problemlərinə aid idi. 90-cı illər nəzərini yadınıza salın. Hələ o zaman deməli Şərqi Avropanın taleyi həll olunmamışdı. Ona görə də çox diqqəti cəlb eləmədi. Bu informasiya bütün dünyanı dolaşmadı ki, Qarabağı bizdən kimlər işğal edib. O cümlədən Xocalıq hadisəsində rol oynamış həmin o 366-cı alayla bağlı informasiyalar çox geniş yayılmadı. Amma indi bu Krımla bağlı məsələ çox aydın oldu ki, Rusiya açıq-aşkar getdi Ukraynanın bir hissəsini götürdü, özünə birləşdirdi və bundan dərhal Moldova və Gürcüstan hökumətləri yaxşı təbliğat üçün istifadə edədilər. Və dünya mediasının hamısının gündəminə gətirdilər ki, Krım, Abxaziya, Osetiya, Dnestriyanı eyni problemdir. O böyük bir dəstək qazandılar. Azərbaycan da Qarabağı bu trendə salmalı idi. Amma Azərbaycana rəhbərlik edənlər Rusiyadan o qədər qorxurlar ki, heç olmasa onun təbliğatını aparmadılar ki, Qarabağda eyni cinsli bir problemdir, eyni mahiyyətli problemdir. Necə Abxaziya, Osetiya, Dnestriyanı, Krım, necə imperiyanı saxlamaqdan ötürü Rusiyanın himayəsi ilə yaradılmış süni dövlətçiklərdir, eləcə də Qarabağ. Bu işğalın əsl mahiyyətini dünyaya çatdırmaq üçün yaxşı bir fürsət var idi, amma o fürsətdən də biz istifadə edə bilmədik. Ona görə də çox təəssüf ki, bu gün də bir çox dairələr üçün Qarabağ problemi Krım və başqa problemlərdən daha fərqli görünür. Təşəkkürlər. Mən insan haqları mövzusuna gələcəm. Sadəcə mən dediyi son mənanı bir daha tamaşaçılar üçün vurğulamaq üçün deyim. Doğru, yəni iqtidarın yanlışlıqları var. Amma bir obyektiv gerçəklik də var ki, Azərbaycanı iqtidardan asılı olmayaraq fərqli bir duruma qoyur. Moldovada, Gürcüstanda burada tipik separatizmdir. Yəni bir bölgə ayrılmaq istəyir və bu bölgənin qonşuluğunda o bölgəni etnik kimliyinə bənzər bir dövlət yoxdur ki, onu özünə qatsın. Əgər Ermənistan dövləti olmasaydı və ancaq bir Qarabağ erməniləri müstəqillik istəsəydilər, mən əmin edirəm ki, hələ 90-larda bu münaqişə daha asan həll oluna bilərdi. Rusiya faktoruna rağmen. Rusiya indi gələcək. Çünki bu tipik separatizmdir. Burada Azərbaycanın xarici siyasətində
qarşısına qoyulan, duran bir gerçəklik odur ki, sən faktiki olaraq içindəki separatistlərlə yox, rəsmən müstəqil dövlət olan və sənin ərazivi işğal etmiş sayılan dövlətlə danışmaq olsun. Məsələn, bizə deyirlər ki, gedin Qarabağla danışın, deyilmi? Nə ilə danışan Qarabağın? Mən özüm çox diplomatik görüşlərdə bunu deməli oluram. Ərdən hətta hökumətin özündən daha çox militarist səsləndiyimə təəccüblənirəm, amma həqiqətən, yəni nə ilə danışaq Qarabağ? Kimdir Qarabağ? Hardadır? Nə edir? Sən faktiki olaraq Ermənistan qoşunları burada. Amma Ermənistanla da danışmağa gedəndə görsən ki, Ermənistan da əslində danışıq aparacaq iqtidarında deyil, çünki onun arxasında Rusiya var. Yəni, Azərbaycanın durumu gerçəkdən təməldən çox fərqli və çox problematik olub. Eyni zamanda gələk demokratiya görüşünə. Təbii, çox qatılıram Əli dediyim hər bir sözünə. Təkrarlamaq istəmirəm vaxtımıza qənaət etmək üçün, amma fərqli bucaqdan baxmağı təklif edirəm. Müharibə və demokratiya uyuşan şeylər deyil. Hətta beynəlxalq müqavilələr belə dövlətlərə icazə verir ki, müharibə dövründə bir sıra siyasi haqlardan, təbii haqlardan yox, amma siyasi haqlardan, demokratik təsisatlardan geri çəkməyə legitim şəkildə mümkündür. Bizim konstitusiyamızda da var. Fövqəladə vəziyyət, hərbi vəziyyət haqqında qanunvericilikdə var. Yəni, bu mümkün. Mən bu prinsip etibarıyla deyirəm. Gələcəkdə çünki ola bilər. Təsəvvür edin ki, məsələn, hökumət dəyişdi, demokratik, necə ki biz deyirik, demokratik hökumət gəldi. Niyə necə o demokratik hökumət? Məsələn, biz 90'ların əvvəlində biz deyirəm, yəni biraz birləşdirici, çünki ölkə olaraq hamımız bu yanlışlığın içindəyik. Mən burada bir tək o zamanki Xalq Cəbhəsinin iqtidarını qınamağı doğru saymıram, çünki həqiqətən ölkə olaraq hamımız bu yanlışlığın içinə girdik. Eyni zamanda müharibə edib, eyni zamanda demokratiya qurmaq alınmadı. Amma indi də eyni vəziyyətdə. Ona görə də mən deyirəm. Ona görə yox. Hakimiyyət, belə deyək də, burada hekayə ilə gerçəkliyi biraz ayrıqdır. Bu çox qəribə bir retorik problemdir bizim cəmiyyətdə. İstər sosial şəbəkələrdə, istər belə şəxsi görüşlərdə bu müzakirələri əngəlləyir. Məsələn, milli mənafələr nöqteyi nəzərdən bir şey deyəndə, hazırki iqtidarın yanlışlığı və yaxud durumu və yaxud maraqları nəzərə alınaraq sənə irad bildirilir. Hərçənd ki, məsələn, sən bu iqtidara bəraət qazandırmırsan, haqq qazandırmırsan. Sən deyirsən ki, prinsip olaraq, özünü düşün hökumət olaraq. Bax, bütün o milli təəssübkeşliyindən, bütün o demokratik təfəkküründən gəldin hökumətə. Sən də bu problemlərlə özləşəcəksən. Bir şey var ki, ərazinin işğalı, yüz minlərlə insanların, indi qısa olsun deyə qaçqın deyirəm, hərçənd ki, hüquqşünaslıqda, biraz fərqlənib, daxili didərginlər. Yüz minlərlə insan daxili didərgindir. İqtisadi problemlər, ordu quruculuq, bunlar hamısı iqtisadi və siyasi fürsətlərin insanlaşdırmasını tələb edir. Mərkəzləşdirilməsini tələb edir. Yəni, bu obyektiv bir proses oldu qismən. Düzdür, onun içində təbii ki, sui-istifadələr, falanlar, korrupsiya, bunu bilir. Amma bu obyektiv bir gerçəklikdir həm də. Yəni, sən insanla almalısan o fürsətləri ki, bu problemi həll edəsən. Əgər həqiqətən məqsədin müharibəyə hazırlaşmaqdırsa, müharibə hazırlaşırıq və ya müharibə şəraitində yaşayırıq adıyla əslində düşmənə işləməyən, öz milli mənafələrin uğrunda çalışan sivil toplumu dağıtmaq anlamına gəlmir bu. Amma hər halda biz bunu strateji olaraq anlamalıyıq ki, hətta hökumət dəyişikliyi baş verərsə, eyni problemlərlə özləşməli olacaq və daha ağıllı davranmalı olacaq. İnsan haqları ilə müharibə, demokratiya ilə müharibə, mən bunların arasında prioritetləşdirməni doğru saymıram. Yəni, öncə insan haqları olarsa və yaxud öncə demokratiyanı qursaq Qarabağ alacaq deyə bir yanaşma yanlış ola bilər. Yanlış ümidlər yarada bilər. Çünki biz demokratikləşdik, Ermənistan çıxdı buna görə. Yox. Bəli, biraz xarici siyasətdə hekayəmiz inandırıcı səslənə bilər. Çünki Əli bəyin dediyi ki, çox haqlı. Yəni, bir var ki, hamı bilir ki, bir nəfərdən asılıdır hər şey. Bir də var ki, parlamentdə sistemli müxalifət var, sivil toplum var, hər bir qərara etiraz edəcək potensial var cəmiyyətdə. Ona görə xarici dövlətlər də bununla hesablaşırlar. Çünki bu da bir alternativ gücdür. Məsələn, Minsk qrupunu çox zaman cəmiyyətdə
müxtəlif qınaqlar gəlir. Niyə Minsk qrupu gəlir? Qarabağ hücumasından görüşmür. Çünki Minsk qrupu bilir ki, Qarabağ hücumasından görüşmür. Niyə hökumətlə görüşmür? Eyni söz eşidirsən də, ta vaxta qana gəlib bir nəfərlə görüşək, danışaq, məsələ bitsin. Amma ermənilər bu oyunu qurublar. Yerevanla danışırlar, sonra gedirlər Stepanakert danışırlar və görür ki, Stepanakert təbii oyundur, aynılaşırıb. Çünki Stepanakert əslində Rusun əlindədir. Amma ağıllı olmalıyıq, biraz o demokratiya havasına içinə girib qazlanmamalıyıq, necə deyirik. Çox çətin gerçəklikdir. Mən hətta hesab edirəm ki, biz əgər bir müddət toparlansaq, yəni həqiqətən müharibə etsək və yaxud torpaqları güclə ala bilsək və bu müddət ərzində demokratiyanın olmamasını məqbul sayıb dözə bilsək, sonradan demokratiya qurmaq daha asan olacaq. Çünki işğal obyektiv olaraq Azərbaycan iqtidarda o zaman da əngəl idi. Sən eyni zamanda bu işi və bu işi görə bilməsin, çünki taban-tabana zidd tədbirlər tələb edir. Razısınız müəllim? Yəni biraz deyəsən o diktatura fikrin Erkin bəy Enamı da qoyursunuz, qoyun. Təbqdə Özünə sadiqdir, bu yaxşı əlamətdir. Deməli, hər fürsətdə demək olar ki, eyni mövqeyi əsaslandırmağa çalışır. Mən razı deyiləm. Bir neçə məsələ ilə razı deyiləm açığı. Birincisi, ondan ibarətdir ki, Qarabağ zahirən Abxaziya, Osetiya, Krım münaqişəsindən dünya üçün fərqli görünə bilər. Amma biz ki bilirik, eyni mahiyyətli münaqişədir. Mən açıq bunu, hətta öz aramızda da bunu fərqləndirməyi doğru saymıram. Çünki Gürcüstanda açıq-aşkar ruslar gəlib işğal elədilər. Elə deyil. Ukraynada ümumiyyətlə hətta birləşdirdilər özlərinə. Heç Ermənistan cəsarət eləməyib hələ Qarabağı rəsmən özünə birləşdirməyə. Amma Krımda ümumiyyətlə birləşdirdilər. Xırda detal fərqlər ola bilər, amma mahiyyət etibarilə bu separatizmin heç biri təbii separatizm deyil. Bunun hamısı kənardan qaynaqlaşmış separatizmdir. Hamısının arxasında birbaşa Rusiya durur və məqsəd bu regionu bütövlükdə nəzarətdə saxlamaqdır. Ona görə də bunlar eyni təbiətli münaqişələrdir. O da kiçik müdaxiləyə icazə versəniz, mən deyim, çünki sonra söhbət bir daha qayıtmayıq bu mövzuya. Üzr istəyirəm sözünü kəsdiyinə. Yəni, burada Abxaziyada doğru, yəni əvvəldən də məlumdur ki, amma ona proxy war deyirlər, yəni başqasının əli ilə müharibə eləmək. Amma hətta o zaman da Avropa Birliyinin nümayəndələri gəlirdi, bunu Abxaziya, Gürcüstan, Osetiya, Gürcüstan münaqişəsi kimi təqdim edirdi. Çünki biz onlara deyirdik ki, öz mənafələrimiz üçün də, çünki öz dərdimizi ağlayaraq necə deyirdik ki, yoxdur elə bir münaqişə, Rusiya dayanıb bunun arxasında. Amma burada qurama da olsa, rəsmi kağız xətrində olsa, Rusiya deyir ki, bu, mən deyirəm ki, bax, ermənilər işğal edir. Hətta özü də həmsədirdir. Gedin ermənilərlə danışın, onlar razılaşdılar, mən də qəbul edirəm. Rusiyanın deməyinə qalsa, Rusiya deyir ki, mən Ukraynanın daxil işlərinə qarışmıram. Ümumiyyətlə, Luganskıda kim ona inanır? Bizim təhlilimizdə Rusiyanın nə deməsi önəmli sayılmalı deyil. Biz nə həqiqət onun üzərində qurmalıyıq işimizi. Bu günləri niyə Rusiya dərdən qabıqdan çıxır ki, mən Ukraynanın ərazi bütövlüyündə tanıyıram, Donetsk, Luganskla da işim yoxdur. Hamı deyir ki, yox, sən oradan çıxarmalısan ordunu. Axı, həqiqəti bilirlər. Biz də eyni pozisiyanı tutmalıydıq. Bunu vurgulamaq istəyirəm, bu epizod üzrə. İkincisi, ən azı Ukraynada bugün baş verənlərdən sonra gərək Erkin bəy deməyəydi ki, müharibə aparan ölkə həm də demokratiya qura bilməz. Çünki gözümüzün qabağında Ukrayna çox rəşadətlə müharibə aparır, torpaqlarını müdafiə edir və çox ağıllı addım atıb parlament seçkilərini də vaxtında keçirdilər. Erkin bəy deyir ki, məsələn, bizim Xalq Cəbhəsi hökuməti o zaman həm də demokratik islahatlara çox diqqət ayırdığını biraz səhv hesab edir. Əksinə mən hesab edirəm ki, bizim o zamanki səhvimiz varsa, bu parlament seçkilərini elə müharibəni də əsas gətirib ləngitməyimiz oldu. Kaş ki, biz vaxtında parlament seçkilərini də keçirlərdik. Kaş ki, biz reformaları daha sürətlə aparardıq. Ukrayna bu günləri onu göstərir ki, bir tərəfdən 4000-ə qədər qısa müddətdə insan itiriblər, əməlli başlı real müharibə gedir. Amma o biri tərəfdən də gözəl bir parlament seçkiləri keçirdilər. Nə qazandılar? Niyə Ukrayna cəmiyyəti demokratik deməli cəmiyyət, dövlət qura-qura müharibə aparır? Məsələn, əks tərəfi indi rəsmi olmasa da qeyri-rəsmi Rusiyadır da. Rusiyada amma hüquqlar hamısı tapdanır. İcazə verin Erkin bəy. Demək, indi gəlin müqayisə edək. Ukraynada azad cəmiyyət olduğuna görə parlamentdə 90% gələn insanlar
Gəldilər Avro-Atlantik seçimlə, Ukrayna təəssübkeşliyi ilə və o insanlar Ukraynanın torpaq itirməsindən barışmayacaqlar. Həmin o insanların o 50 milyonluq ölkə bütövlükdə bu prosesin içindədir. Amma Rusiyada fikir verir. Dövlətin resursları çoxdur. Bir əldə cəmlənir, istədiyi kimi ölkənin prezidenti ondan manevr edir. Amma neçə dəfə cəhd ediblər 150 milyonluq Rusiyada Donetsklə, Luganskla bağlı, onlara Donbasa deməli dəstək vermək üçün mitinqlər keçirməyə. Fikir verin, nə qədər adam toplayırlar? 2000, 3000, 5000. Bütün inzibati resurslarla. Yəni Rusiyanın resursu, Rus millətinin resursu bu işə səfərbər oluna bilmir. Çünki Rus millətinin resursu azad deyil. Azad olsa hətta bəlkə başqa bir şey istəyər. Ona görə təkcə Ukraynanın bu nümunəsi göstərir ki, əslində demokratik ölkənin müharibə aparmaq potensialı da daha çoxdur. Başqa qısa deyəcəm, bir-iki dənə nümunə gətirim. Bizim qardaş Türkiyə tam 30 ildir, indi hələ biraz sakitləşiblər, PKK ilə savaş halındadır. İndi buna formal olaraq demək olar ki, PKK başqa bir mövzudur, amma 30 min insan itiriblər. Bizdən qat-qat artıqdır onların etkisi. Əsl savaşdır bu. Amma indi baxın görün bu 30 ildə Türkiyə hardan hara gəlib? Türkiyə öz demokratiyasını inkişaf elətdirib, iqtisadiyyatını inkişaf elətdirib. Qonşuluğumuzda Gürcüstan, onların torpaqlarının bir hissəsi işğal altında deyil. Hətta bizim üstümüzə onlar bir dəfə gedib Sıxınvalini alıblar da. Hərbi əməliyyat da keçirdiblər, amma paralel demokratiyalarını da qurublar. Bütün dünya təcrübəsi göstərir ki, əslində xalqın formalaşdırdığı demokratik hakimiyyətlər, hökumətlər, dövlətlər daha yaxşı vuruşur. Dünya müharibələrindəki qələbələri onlar əldə edirlər. Ona görə də hesab edirəm ki, bu tezis açığı üzərində də çox dayanmazdım. Ona görə üzərində çox dayandım ki, bu tezis zərərlidir. Demokratiya ilə hərbi əməliyyatların, ərazi bütövlüyünün arasında bir ziddiyyət görmək düzgün deyil. O başqa məsələ ki, konkret hərbi əməliyyat keçirilən zaman dünyanın ən böyük demokratik dövlətlərindən ABŞ-da müəyyən məhdudiyyətlər yaradır. Konkret hərbi əməliyyatlar keçirilən zaman. Amma Azərbaycanda 20 ildə heç bir hərbi əməliyyat keçirilmir. Ateşkəsdir. Söhbət ondan gedir ki, bu 20 il, 10 illərlə də davam edə bilər. Amma kimlərinsə əlində bəhanə olacaq ki, ölkəmiz müharibə vəziyyətindədir, biz insanlarımıza hüquq vermirik. Ona görə mən bunu yanlış hesab edirəm və bir dənə epizodu xatırlatmaqla fikrimi tamamlamaq istəyirəm. Beynəlxalq məqsədçilərin biri ilə bir görüş keçirirdik. Adları çəkmək istəmirəm, görüşün məxfiliyini pozmamaq üçün. Biz təbii ki, ölkədəki vəziyyəti tənqid elədik. Yeni Azərbaycan Partiyasının da nümayəndəsi dərhal başladı ki, bizim Qarabağ kimi problemimiz var. Həmin o beynəlxalq deməli təşkilatın təmsilçisi idealist bir demokrat idi. O özünü saxlamadı. Dedi ki, siz danışmağa başlayan kimi mənim ərəb diktatorları ilə söhbətim yadıma düşdü. Onlarla demokratiya barədə danışan kimi deyirlər ki, Fələstin problemi həll olunmayıb. Fələstin probleminin həll olunmamağı sənin ölkəndə vətəndaşın üçün normal mühit yaratmağına niyə mane olmalıdır? Sən öz dövlətini inkişaf elətdir, üstəlik Fələstinlə də bağlı sənin çəkili sözün olsun, söz sahibi olduğundan. İndi bunu həmin o beynəlxalq təşkilatın təmsilçisi YAF nümayəndəsində çox yaxşı ifadə elədi. Mən də o fikri vurğulamaq istəyirəm ki, bu sui-istifadəyə çevrilib artıq. Burada ama bir şey var. Bak hemen o Donetsk'də, Abxaziyada, Osetiyada bunlar mən ona görə dedim ki, tipik daxili separatizmdir. Həm də ona görə ki, onların arxasında məsələn Amerika Konqresində, Fransa Senatında və başqa ölkələrdə lobbiçiləyən qruplar yoxdur. Yəni bu da bir üst gerçəklikdir. Təbii ki, mən anlayıram ki, Amerikadakı erməni lobbisi söylənilən qədər güclü deyil və Amerikan milli mənafələrini heç bir təsir edə bilməz, ona qarşı zid gedə bilməz. Amma bizim öz işimizdə problemlər yarada bilir. Bir başqa tərəf, o da aydındır ki, tarixən erməni lobbisi heç bizimlə əlaqəsi yoxdur, Türkiyə ilə bağlıdır, onların əsas hədəfi Türkiyədir, biz deyilik, Qarabağın özündən də bir bəhanə kimi istifadə edirlər. Amma nə faydası? Bizə ki, ziyan vurur. Yəni, bu baxımdan bizim gerçəklik çox çahəlidir və onların içindən doğan problemlər bir tək bizim yanlışlıqlarımızdan asılı deyil. Hər, bizim yanlışlıqlarımız onun üzərinə bir başqa problem gəlir. O başqa söhbətdir amma. Demək istədiyim odur ki, biz, məsələn, tutalım, ərazi bütövlüyü. Hamı deyir ki, bizim ərazi bütövlüyümüzü dəstəkləyir. Amma məsələn, Gürcüstanın məsələsində vurğulayırlar. Mən qərb diplomatlarını deyirəm ki, Rusiya ilə aydındır. Rusiya, mən tamamilə müzakirə mövzusu sayılır.
Amma Gürcüstanın ərazi bütövlüyünü müdafiə edirik deyəndə xüsusilə vurğulayırlar. Cənubi Osetiya və Abxaziya daxil. Azərbaycanın da deyirlər ki, ərazi bütövlüyünü tanıyırıq, amma demirlər ki, Qarabağ daxil. Çünki ərazi bütövlüyü tanıyırıq, bu çox ümumi ifadədir. Sabit deyir ki, sən ərazi bütövlüyü tanıyırıq, o 7 rayon sənin, Qarabağ amma başqa bir gerçəklikdir, bu sənin ərazin deyil. Bizə axı bunu demirlər. Yəni, bu problem var, axı biz bunu dana bilməyik. O ki, qaldı demokratiya və insan haqları, mən heç istəmərəm ki, tamaşaçılarımız məni hazırki insan haqları pozuntularına haqq qazandıran kimi görsünlər. Bu mümkün də deyil prinsip etibarilə, amma mən məhz sabaha düşünərək deyirəm ki, bəzi geri çəkilmələr tələb oluna biləcək. Bu gündən söhbət getirir. Yox, mən sabahdan danışıram. Bu gün, bax, tezis bundan ibarətdir. Bu gün siyasətdə yoxdur, sadəcə sabah var. Tezis bundan ibarətdir ki, siz antitezis irəlisiniz. Tezis bundan ibarətdir ki, deyirəm ki, bugün Azərbaycan vətəndaşlarını susturmaq, Azərbaycan mətbuatını susturmaq, ölkənin siyasi sistemini dağıtmaq, Azərbaycanı zəif tərəfə çevirir münaqişədə. İndi bugünün sizin antitezisiz nədir? Bu gündən danışıram. Antitez odur ki, sabah Azərbaycanda demokratiya Azərbaycanda bugün demokratiya olsaydı Qarabağ həll olunacaqdı. Xeyli dərəcədə. Burada bilirsiniz, bütün salaların problemlərini görürük. Siz yaxşı bilirsiniz ki, heç bir ciddi məsələnin sadə və asan bir səbəbi olmur. Səbəblər toplusu olur, elədir. Mən də deyirəm ki, əgər Azərbaycan Avropa Birliyinə inteqrasiya xətti seçsə, Azərbaycanda gerçək demokratik dövlət quruculuğu istiqamətində addımlar atılsa, həqiqi çox partiyalıq, azad mətbuat və s. Azərbaycan dünyanın bu günləri, xəritələri cızan hissəsindən, bu gün xəritələri kim müəyyənləşdirir? Avropa Birliyi və bir kəlmə desinlər ki, Qarabağ Azərbaycanın ərazisidir, görün burada necə demokratiya qurulur ya qurulur. Erkin bəy, bir neçə gün bundan üzr istəyirəm. Bizim vaxtımız az qalıb. Bir maraqlı yerində yazılmışdı. Erkin bəy, cəmi bir neçə gün bundan qabaq Avropa Şurası Azərbaycanla bağlı qətnamə qəbul elədi. Yaxşı bilirsiniz ki, orada açıq yazıldı ki, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonları, elə yazılmışdı da, Qarabağın işğal olunması təsbit olunmuşdu. Gördünüz, Azərbaycan cəmiyyəti onu təbliğ eləmədi hökumətdə. Niyə görə? Bəli, xüsusi təbliğatı getmədi. Çünki Azərbaycan cəmiyyətinə bunlar şikayət eləməlidirlər. Bizim haqqımızı tanımırlar, bizə ögey münasibət var. İndi məlum oldu ki, yox, hələ bu gündə, bu qeyri-demokratik şəraitdə belə Avropa Şurası özündə güc tapdı, dedi Dağlıq Qarabağ və digər Azərbaycanın işğal olunmuş rayonları. O parlament assambleyasıdır. Axır ki, NATO-nun sammitində necə qərar qəbul oldu? Siyasi dövlətlərin qərarı başqadır. Britaniya parlamenti qərar verdi ki, hökumətə tövsiyə edir ki, Fələstin dövlətini tanıyın. Britaniya hökuməti deyir ki, tanımır. Çünki bu məsləhət verici bir qərardır. Əsas o qərar vericilər ki var, onlar demir bu sözü. Erkin bəy, NATO sammitinin axırıncı bəyanatında, NATO sammitinin Gürcüstanın, Moldaviyanın, Azərbaycanın ərazi bütövlüyü eyni səviyyədə dəstəklənir, yoxsa yox? Qarabağlarını çəkmədilər amma. Orada da o ancaq ərazi bütövlüyü yazılıb bu dəfəki mətndə. Yəni, mən demək istəmirəm ki, Qarabağla bağlı beynəlxalq erməni lobbisinin təsiri yoxdur bu proseslərə, var. Böyükdür o təsir. Amma biz özümüzdən asılı olanı eləməliyik. Və mən deyirəm ki, Azərbaycan dövləti güclü olsa, Azərbaycan dövlətinin üzü ağ olsa dünya birliyinin qarşısında, Azərbaycanda bir nəfər yox, 9 milyon, 10 milyon insan danışsa, Azərbaycanın dünya miqyasına çıxan partiyaları, vətəndaş cəmiyyəti, mətbuatı olsa, Qarabağla bağlı bizim haqq səsimiz daha yaxşı eşidilər. Mən demək istəyirəm ki, bizim tamaşaçılarda elə təsəvvür yansır ki, biz demokratiyanı quraq, sonra Qarabağ alaq və yaxud demokratiya bizə Qarabağ almaq üçün lazımdır. Yox, demokratiya özündə bir dəyərdir. Qarabağı almaq amma tamam başqa bir hədəfdir. Mən onu demokratiyaya bağlamanı doğru saymıram. Amma həm də Qarabağa kömək edir. Fakt ortadadır ki, mənim bu dediklərim olsa, siz mənə aydın bir cavab verin. Mənim dediklərim olsa, Azərbaycanda həqiqətən də təkrarlamaq istəmirəm. Çox partiyalı, demokratik, açıq cəmiyyət quruculuğu olsa, bizim Qarabağla bağlı mövqeyimiz dünyada daha böyük təqdir görməzmi?
Baxır, bilmirəm, onun da zəmanəti yoxdur. Problem də onun da zəmanəti yoxdur. Öyle çıxan problem Qarabağ problemi olar, insan haqları və demokratiya məsələsi olmaz. Mən verilişin məntiqi sonluğunu gətirmək istəyirəm, amma qısa xahiş edirəm, cavab alım sizdən. Təbii ki, hakimiyyət nələr eləməlidir, bu günə qədər nələr olunmalıydı, amma olunmadı. Bu məsələlərə toxunduq. Az da olsa, yəni normal dövlət qurulmalıydı, hakimiyyət vətəndaşı qazanmalıydı ki, ən azından bu gün münaqişənin həll olunması prosesində vətəndaş hakimiyyətin arxasında dursun, ən azından münaqişəni müdafiə eləmək vəziyyətində olsun. Müxalifət nə eləməlidir? Baxın, bu kontekstdən yanaşsaq, məsələn, Erkin bəy dediyi kimi, bu hansı ki biz Elçi bəy hakimiyyəti dövründə də bu problem oldu, yəni demokratiya və insan haqları məsələsi və Dağlıq Qarabağ münaqişəsi məsələsi bir-birinə mane oldular. Ya bəlkə də alınmadı. O alınmadı, başqa söhbət. Siz özünüz dediniz ki, parlament seçkiləri keçirməliydi, amma keçirmədilər. Məsələn, biraz o bir-birinə mane oldu deyək. Bu günlərin, baxsaq Azərbaycan hakimiyyəti onda bunu sonsuza qədər uzadacaq. Həm münaqişəni saxlayacaq və münaqişədən istifadə edib insan haqları və demokratiya məsələsinin özü istədiyi şəkildə... Yəni o tezis sözü biz nədən götürürük iqtidar? Çünki iqtidar münaqişəni saxlamaq istəyir. Münaqişəni saxlamaq istəyir məsələsi deyil. Hal-hazırda avtoritar rejim. Daim insan haqları və demokratiya məsələsi. Faydalanır siz dediyiniz kimi, amma uzatmaq istəyir. Sonra cavab verim. Ən azı Erkin bəy kimi hörmətli bir şəxs, yaxşı bir ekspert əsaslandırsın ki, bu saat demokratiya son dərəcə vacib olmamalıdır, çünki Qarabağ məsələsi var. Ən azı buna nail olur. Əgər Qarabağ məsələsi olmasaydı... Mən əldə demədi. Sual axı elə qoymamışdı. Sual qoymuş ki, demokratiya Qarabağın almasına yardım edəcək. Mən deyirəm ki, burada əlaqə yoxdur. Bir yarım saat söhbət eləmişik. Kim nə danışıb, tamaşaçı görür onu. Söhbət ondan gedir ki, əgər Qarabağ münaqişəsi olmasaydı, mən onu deyirəm ki, həmin vaxt bu məlumatlı, hazırlıqlı, ekspert, siyasətçi durub əsaslandırar bilərdim ki, bu günləri demokratiya ilə bağlı məsələlər bizə müharibə ilə bağlı mane olar. Yox, Qarabağ olmasaydı heç ehtiyac olmaydı. Çünki demokratiya zaten 90'ların əvvəlindən qurulardı. Deməli ki, mane olurdu. Deməli ki, mane olurdu. Müharibə mane olurdu. Mane olurdu. Hökumət istifadə edir də. Hökumət istifadə edir. Eləmir. Yox, istifadə edir. Amma buradan o nəticə doğmur ki, yəni hökumət bu münaqişəni həll etmək istəmir. Yəni biz onların arasında deyil, ona görə deyim. Mən deyim ki, bu tezisin rəhbər götürsək, biz tamamilə belə mistik mənalara gedib çıxacağıq. Yox, onda heç olmasa bir-iki dənə bir nümunə göstərir ki, necə həll eləmək istəyir, nə edir hökumət Qarabağ problemini həll eləməkdən ötürü, necə həll eləmək istəyir? Yox, başqa məsələ, mən hökumətin əvəzində nə danışa bilərəm? Amma mən demək istəyirəm ki, yox, mən ən azı ehtimal edirəm ki, istəyir. Çünki münaqişənin həllindən xeyli başqa mənalar və faydalar çıxa biləcək. O cümlədən bu iqtidarın hakimiyyətə qalması üçün nə qədər yüz minlərlə qaçqın geri qayıdacaqmı? Xalqın etimadını qazanacaqmı? Xalqın gözündə böyük bir hekayə qurub, biz torpaqları qaytardıq hekayəsi qurub, hətta seçkiləri saxtalaşdırmadan seçkiləri uda biləcəkmi? Amma eləmir, avtoritar rejimi saxlamaq... Eləmir o başqa məsələ, eləmir o başqa məsələ. Su istifadə edir o başqa məsələ, amma münaqişəni həll etmək istəmir. Tamam, başqa bir pəncərə açırıq biz burada. Başqa mənalar girir. Amma heç bir sübut qoymursunuz ki, istəyir. Mən nə sübut edə bilərəm? Mən onların arasında yoxam. Siz də yoxsunuz. Yox, amma onların arasında olmayan. Qərar qəbul edicilərin çevrəsinə daxil deyil yaxı biz. Onların olmaya, onların əvəzindən, onların bu problemi həll eləmək istədiyini iddia edir. Mən ehtimal edirəm. Deyiləm mi? Mən deyirəm ki, özümüz üçün... Erkin bəy, mən son sualımı verim, bəylər, çox xahiş edirəm. Mən çox təəssüf edirəm ki, Azərbaycan televiziyalarında belə diskusiyaları aparmırlar. Ona görə də biraz da həm tamaşaçıların acılığı var belə diskusiyalara, biraz da siz bir-birimizə doymursunuz, belə deyil. Amma yekunlaşdırmaq üçün deyim ki, sual vermək istəyirəm, qısa. Bugün müxalifət nə eləməlidir? Çünki biz artıq bu məsələlərdə həm insan haqları və demokratiya məsələsində, həm Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ümidimizi itirmişik. Hal-hazırki hakimiyyətin konkret addımlar atacağına. Ümidimizi itirmiş, ona görə deyim ki, artıq 20 ildir hakimiyyətdədir və konkret heç bir addım atılmıyor. Siz bədbin mesaj verir. Bədbin mesaj olanı deyirəm. Ümid necə itirmək olur, mən onu anlaya bilmirəm. Görüntü əsaslandırarsınız. Bugün müxalifət nə eləməlidir? Müxalifət deyəndə tək müxalifət deməyim, çünki çox təəssüf ki, bugün müxalifət deyəndə konkret bir cinah nəzərdə tutulur. Hal-hazırda Azərbaycanın avtoritar rejimindən, Azərbaycandakı hakimiyyətdən narazı olan bütün qüvvələr, insanlar necə təşkilatlanmalıdır və nələr eləməlidir ki, bu vəziyyəti dəyişsin? Buyurun, birinci Erkin bəy, siz xahiş edirəm. Mən indi təbii ki, müxalifətlə də müharibəni udmaq resursu yoxdur. Çünki biz
siyasi qərar verə bilmirik, orduya komandanlıq edə bilmirik. Ona görə ümid edirəm ki, tamaşaçılar müxalifətdən belə bir nəticəni gözləmir. Müxalifət gəlir öncə hakimiyyətə gələ ki, bu resurs əlindən keçə ki, ondan sonra da onun məsuliyyətini daşıya və cəmaat da ondan bunu gözləyə. Ancaq mən düşünürəm, mən ən azından öz adımıza bunu deyirəm, müxalifət, yəni burada zaten böyük bir fərq də yoxdur. Qarabağ bizim həyatımızdır, bizim milli mənafeyimizdir. Burada mən Qarabağ mövzusunda iqtidarla müxalifət arasında məsafə çox kiçikdir, detallardadır. Necə ki, bax, indi bugün biz bir neçə detalda ziddiyyətli mövqe tutduq. Amma bu detallardır. Sonuçta milli mənafə olduğu üçün burada məsafə azdır. Və müxalifət mənə elə gəlir ki, öz adımıza deyirəm, məsələn, xarici görüşlərdə və ya beynəlxalq görüşlərdə, diplomatlarla görüşlərdə bu mənaları bəlkə də iqtidardan daha çox vurğulamalıdır. Çünki iqtidarın dediyi sözün çəkisi daha ağırdır və onun məsuliyyətindən qaçma imkanı çox azdır. Müxalifət nə qədər ki, hələ ki, o siyasi məsuliyyət qərar verməsi alayeti yoxdur deyə daha rahatdır. Ehtiyac olan da, mən hətta hesab edirəm ki, bu ehtiyac zaman-zaman yaranır. Müxalifət iqtidardan daha çox baskıcı, daha çox millətçi, daha çox militar iqtidar. Çünki sabah başqası olsun iqtidar eyni məhdudiyyətlərin içinə düşəcək. Amma müxalifətin o lüksü var. Və xarici diplomatlar da görsünlər ki, yox, bu bir tək iqtidarın kaprizi deyil. Müxalifət əslində daha sərt ola bilər bu məsələdə. Daha millətçi, daha militarist ola bilər bu məsələdə. Sualıma cavab ala bilmədim. Real, hal-hazırda insan haqları və demokratiya vəziyyətinin ağır vəziyyətini dəyişmək üçün və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində həll edici addımların atılması üçün nələr təklif edir? Sizin mövzunu genişləndirdiniz. Bəyək ancaq Qarabağ haqqında. Yox, ikisini də dedim. Yəni Azərbaycan vəziyyəti. Normal siyasi iş, yəni nə? Gələn parlament seçkiləridir. O seçkilərə hazırlıq, seçicilərlə iş. Yəni burada nəsə qeyri-adi bir şey yoxdur axı. Yəni tarixdə də sınanılmış yollar çox deyil. Mən düşünmürəm ki, burada yeni, necə deyirlər, velosiped icad edək, nəsə tamaşaçını təəccübləndirəcək bir yeni yol göstərək. Ona görə mən dedim, ümid itkisi deyilən bir şey yoxdur. Biz ümidlənmədən və qorxmadan çalışmalıyıq. Biz siyasi hakimiyyətə gəlməyə haqqında düşünürük və buna hazırlaşırıq. Arzuladığımız kimi getmir, qarşıda əngəllər çoxdur, amma bu bizi həvəslə salır. Təşəkkür edirəm. Buyurun. Əvvəla Qarabağla bağlı bizim mövqeyimiz çox aydındır, bir mənalıdır. Bütün beynəlxalq təşkilatlar bunu bilir. Hətta Azərbaycan hökuməti axırıncı razılaşdırılmış, ilkin əsas kimi razılaşdırılmış o Minsk qrupunun irəli sürdüyü Madrid prinsiplərində Dağlıq Qarabağda referendum keçirilməsinə ilkin razılığını bildirəndə bizim tərəfimizdən çox sərt təpki ilə qarşılaşıb. Biz bunu bütün beynəlxalq təşkilatlarına da nəzərdə çatdırmışıq ki, siz Azərbaycan hökumətini, dövlət başçısını sıxıb məcbur edə bilərsiniz bu antikonstitusiyon addıma, amma biz razılaşmarıq. Ona görə də bu məsələdə bizim mövqeyimiz çox aydındır, bir mənalıdır. Amma sualımızın əsas ikinci hissəsinə keçmək istəyirəm. Bugün Azərbaycanda standart bir vəziyyət deyil. Kiçik bir ölkədə 100-ün ətrafında hal-hazırda 95 ya 97 nəfər siyasi məhbus var. Artıq beynəlxalq təşkilatlar da etiraf edir ki, Belarus və Rusiyanın birlikdə olduğundan az qala 2 dəfə artıq Azərbaycanda siyasi məhbus var. Və belə bir şəraitdə müxalifətçilik etmək, demokratiya mübarizəsi aparmaq əvvəla sıradan bir iş deyil. Bunu xüsusi vurğulamaq istəyirəm. Yəni biz çox ağır şəraitdə mübarizə aparırıq. Bu şəraitdə ölkənin müxalifətinin və sizin xatırlatdığınız kimi bütün demokratik qüvvələrin əsas vəzifəsi nədir? Təslim olmamaq, demokratiya uğrunda mübarizəni israrla, iradə ilə davam elətdirmək, həbsdə olan insanları bütün vasitələrlə müdafiə eləmək, onlardan ötürü yalnız məktublar yazmaq, bəyanatlar yazmaq, xaricə müraciət eləmək yox, meydanlara çıxmaq, repressiyaları durdurmaq üçün iradə nümayiş elətdirmək, vətəndaş cəmiyyətini, siyasi partiyaları, azad mətbuatın qalıqlarını qoruyub saxlamaq, ölkənin vətəndaş cəmiyyətində bütün resursları səfərbər edib, ölkədə tam diktatura rejiminin yaranmasına imkan verməmək. Onun müqavimətini biz aparmalıyıq. Açıq danışmalıyıq ki, bu şərtlərlə ölkədə heç bir demokratik seçki şəraiti gözlənilmir.
Bu şərtlərlə heç bir seçkidə qələbə yaxın zaman üçün real görsənmir. Ona görə də ilkin məsələ odur ki, Azərbaycanın rəsmi hakimiyyətinin niyyətinə zidd olaraq Azərbaycanda Orta Asiya standartlarının bərqərar olmasına imkan verməmək. Bu mənada həlledici taleyi yüklü illəri yaşayırıq, zamanı yaşayırıq və mən inanıram ki, millətimiz demokratik qüvvələrə, xüsusilə bugün məhbəsdə olan vicdan məhbuslarına dəstək olacaqlar. Biz onları xilas edə biləcəyik, prosesi durdura biləcəyik. Birinci görməli iş bundan ibarətdir ki, bu repressiyalar durdurulsun, ölkə heç olmasa yarım azad vəziyyətinə ilkin olaraq qaytarılsın. Amma burada bir şey var, çox qısa. Baxın, bizdə siyasi məhbus Belarusiyadan falan başqa ölkələrdən çoxdur. Bunun özü müxalifətin gücünü göstərir. Belarusiyada şərti deyək, həmən 2 nəfər tutuldu, 2 nəfər qovuldu, bitdi müxalifət. Mərkəz Asiyanı heç demirəm. Rusiyanın özündə doğru, orada cəmiyyət bizimkinə nisbətən azaddır, ictimai etiraz imkanları çoxdur və o etirazlar da zaman görürsünüz, yüz minlərlə adam çıxdı küçəyə, balotnaya falan, amma məlum oldu ki, Rusiyada müxalifət yoxdur. Azərbaycanda durum biraz fərqli, Azərbaycanda müxalifət var, müxalif fikir var, xalq oyaqdır, gözləntiləri böyükdür, amma ölkənin miqyası və iqtidarın əlində olan neft pullarının hesabının əlində olunmuş resurs o qədər müqayisə edilməzdir ki, keçici bir tarix müddəti üçün belə bir dizbalans yaranıb. Amma bu da uzun çəkməyəcək məmnunayım. Mən sizin hər ikinizə təşəkkür edirəm. Ümid edirəm, narazı qalmadınız bugünkü dialoqumuzdan, müzakirəmizdən. Tamaşaçılarımızı xatırlatmaq istəyirəm ki, siz bugün Real Söhbət proqramında Qarabağla bağlı son danışıqlarla bağlı söhbətə qulaq astınız və studiyamızın qonaqları Real İdarə Heyətinin üzvü Erkin Qədirli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli idi. Mən hər ikisinə təşəkkür edirəm. Siz də bizə baxmağa davam edin. Təşəkkürlər.